Bakuryanıda keçirilən yarışlarda Marneuli idmançılarımız bələdiyyəmizi layiqincə təmsil ediblər. Marneuli idmançılar Aktiv Həyat Mənim Təbiətimdir layihəsi çərçivəsində Bakuryanıda keçirilən qar arabası fizyank çempionatında uğurla yarışdılar. Çempionatda Gürcüstanın müxtəlif bölgələrindən xüsusi qayğıya ehtiyacı olan insanlar, müharibə veteranları və sülhməramlı missiyalarda yaralanan əsgərlər iştirak etdilər. Mən bu yarışda dəfələrlə iştirak etmişəm. Ötən il birinci yeri tutmuşdum. Bu il üçüncü yeri aldım, amma eybi yoxdur. Gələn dəfə daha da yaxşı nəticə göstərəcəm. Bu il qaliblərin hər biri Marneulidən idi. Kişilərin finalında Marneuli, Kaspi, Kutaisi və Saqarico təmsilçiləri yarışdılar. Marneuli adına yarışan Qoçaq Kuçalidze çempionluğu qazandı və keçid kubokunu bir il müddətinə qorudu. Bakuryanda ikinci dəfədir ki, yarışa qatılıram. Həm həyəcanlı, həm də azartlıdır. Ən əsası da burada bir ailə kimi yığıla biləcəyiniz dostlarla tanış oluram. Layihə müəllifinə təşəkkür edirəm. Hər kəsə uğurlar arzulayıram. Burada müxtəlif bölgələrin nümayəndələri iştirak edirlər. Mən də Marneuli'dənəm. Gərgin mübarizə apardıq. Qalib gələrək birinci yeri aldım. Burada hamı dostcanlıdır. Bakuryanda bu il yarışda ilk dəfə iştirak edirəm. Birinci yeri aldım. Çox xoşbəxtəm. İştirakçılara həm də sponsorlara təşəkkür edirəm. Layihə çərçivəsində oxatma yarışı da keçirildi. Çempionat hər il baş tutur. İştirakçılara həm qış, həm də yay idman növlərində iştirak etməyə imkan yaradır.